xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Heç bir cinayət cəzasız qalmır. Elə 2 gün əvvəl Zaqatalada tükürpədici cinayət əməlini törədən şəxslərdən biri məsuliyyətdən yayına bilməyib. 26 yaşlı gəncin qollarını biləyindən kəsən şəxs hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Musayev Araz Abduloğlu saxlanılaraq istintaqa cəlb edilib. Hazırda cinayət əməlində əli olduğu ehtimal edilən digər şəxslər araşdırılır. Xatırladaq ki, hadisə noyabrın 28-dən 29-una keçən gecə qeydə alınıb. Zaqatala şəhəri Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahidoğlunun hər iki qolu bilək nahiyəsindən kəsilib. İlkin ehtimallara görə cinayət borc üstündə törədilib. Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun kanalisə verdiyi məlumata əsasən oğlunu maşınla rayona yaxın ərazidə yerləşən Asma körpü deyilən çaylağa aparıblar. Mən dedim onlara ki, mən sizinlə danışmışam ki, 1350 manat pul, o pulu mən verəcəm. 300 manatın sırası verdim, 350 manat da büyün verməliyim. Qalanı dedim, maşınımı satıb verəcəm. Bundan yarım saat sonra isə həmin şəxslər Vahid Bəşirova zəng vuraraq oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Vahid kişi deyir, sən oğlunun əllərini doğramışam. Əllərini doğramışam. Dedim, nə deyirsəm, nervləndim ki, nə deyirsən, dedi, çığırma, lazım əllərini doğramışıq, deyir. Lazım gəlsə, deyir, sənin də əliqi doğrayasıyıq, deyir. Bu söz, get Balinsaya, deyir, oğlunun yanına. Gəldim, Balinsaya gördüm, skolu gəlib. Baxdım ki, oğlum özü öz ayağı ilə əllərini belə tutub, gəlir, qan basır. Papa qorxma elədi. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardım göstərib və üzərində cərrahi əməliyyat aparıblar. Hər iki qolu birgə skoç ilə bağlanılmış, hər iki əl daraq önü nahiyəsindən, dəridən asılı vəziyyətdə bütün damar, sinir, dəsti, vətərlər, sümüklər kəsilmiş vəziyyətdədir. Xəstə təcili olaraq əməliyyat stoluna götürülüb, yaralar birincili cərrahi işlənib və hər iki əlinə amputasyon güdülü formalaşdırılmışdır. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti